General-mayor Vasif Xəlilovun oğlunu hərbi xidmətə yola salarkən çəkilmiş görüntülər sosial şəbəkələrdə trendə çevrilib. Kadrlarda generalın hərbi formada görünməsi birmənalı qarşılanmayıb. Belə ki, bəzi istifadəçilər bunu onun xidmətdə olması ilə əlaqələndirsə də, digərləri hadisəni nümayiş xarakterli addım kimi qiymətləndiriblər. Sosial mediada yaranan bu müzakirələr cəmiyyətdə vəzifəli şəxslərin övladlarının hərbi xidmətə münasibəti mövzusunu yenidən gündəmə gətirib. Qlobal İnfoza danışan hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Vasif Xəlilovun hərəkəti müsbət bir hadisədir. Stat: O öz oğlunu hərbi xidmətə yola salıb. Özü də vətən müharibəsində iştirak etmiş bir zabit olub. Bu həm simvolik, həm də ictimai baxımdan təqdirə layiq bir addımdır. Son illərə qədər biz hətta kiçik vəzifə sahiblərinin belə övladlarını hərbi xidmətdən və toplanışlardan yayındırdığına dair çoxsaylı etirazlarla rastlaşırdıq. İndi isə tam əksinə, nümunəvi bir davranışla qarşılaşırıq. Belə halların artması cəmiyyət üçün müsbət tendensiyadır. Digər vəzifəli şəxslər də övladlarını hərbi xidmətə yola salmaqla bu nümunəni davam etdirməlidirlər. Burada qətiyyən tənqid olunacaq bir məqam yoxdur. Əksinə, hər bir ata kimi Vasif Xəlilov da vətəndaşlıq borcunu yerinə yetirən övladına dəstək göstərib. Ədalət Verdiyevin sözlərinə görə Vasif Xəlilov əvvəllər xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidmətində çalışıb. Vasif Xəlilov dövlət qarşısında mühüm xidmətləri ilə tanınır. Hazırda isə Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisidir. Onun hərbi geyimdə oğlunu xidmətə yola salması da təbiidir. Bəli, yola salmağa mülki geyimdə gələ bilərdi. Amma görünür ki, o xidmətdə olan bir zabit kimi bu mərasimdən sonra yenidən vəzifəsinin başına qayıdıb. Bu addım təkcə bir ata jesti deyil, həm də cəmiyyətə verilən mühüm mesajdır. Dövlət qarşısında borc hamı üçün eynidir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.